Və son sualımız, Türkiyə Novruz bayramına qarşı münasibət niyə soyuqdur? Aydındır, tez-tez mənə də səsləndirirlər. Deyirlər, əgər Novruz bayramı Türk bayramıdırsa, niyə Türkiyədə bu soyuq keçirilir? Novruz bayramına soyuqluq İslamın qəbul etməsi ilə paralel baş vermişdir. Yəni Səlcuqlu zamanında biz Novruzun sarayda qismən keçirildiyini görürük, zaman-zaman Osmanlıda keçirildiyini görürük. Lakin daha sonraki dönəmlərdə, məsəl üçün Osmanlıda əxlik təşkilatı var. Zamanla bu pozulur. Əxlik təşkilatı bir türk təşkilatı idi. Eyni ilə görürük Osmanlıda türk atributlarından, türk simgələrindən və türklüyün özündən uzaqlaşma baş verir. Və Osmanlı Novruz bayramından uzaqlaşmışdı. Atatürk döneminde Cumhuriyeti kurduğu ilk dönemde Novruz bayramını keçirtdiyi bəllidir. Ondan sonraki dönemler ise ayrıca təhlil olunmalıdır. Ama biz Türkiye'de qəribə bir kəsiyin olduğunu görürük. Onların Türk tarixinin böyük bir hissəsini itirdiyini görürük. Bu xüsusi səbəblər demək türklərdə Sünni türklər ilə Qızılbaş türklər arasında baş verən ayrılma səbəblərini, yəni müəyyən atributları Qızılbaş türklər yaşatdığından artıq Osmanlı dönemində bir dövlət siyasəti kimi müəyyən şeyləri görməzdən gəlib. Yoxsa necə bu geniş danışıla bilər. Amma mən çalışıram bunu üstü örtülü keçim ki, belə deyək, qardaş Türkiyənin xətrinə dəyməsin. Amma bir şey deyim. Burada mənə elə gəlir ki, kimisə xətrinə dəyəsi bir şey yoxdur. O videonu da yəqin videonun arxasına da qoyaram. Çox qəribədir. Türkiyədə bir veriliş qarşıma çıxdı. Bir cavan 25-30 yaşında oğlan qızdı oturub biri onlara təqdim eləyir. Təsəvvür elə bizim yuxa dediyimiz, bəzi dialektlərdə fətir dediyimiz çörəyi ona təqdim eləyir o digər oğlan qıza. Təsəvvür elə bunlar yuxanın nə olduğunu bilmir. Bu gün məsəl üçün Azərbaycanda bir çox bölgədə qurut var. Qatıq nehrədə çalxalanır. Ondan ayrılan yağ var, bir də digər hissəsindən qurut düzəldir. Bunlar həmin qurudun nə olduğunu bilmir və düşünün. Bir fətiri, bir yuxanı, bir qurudu bilməyən bir Türkiyə gəncliyi var və bu hadisələr heç bir siyasi maraq daşımır. Bu siyasi maraq daşımayan belə 1000 illik kültürü bunlar itirirsə, burada Novruzun digər siyasi məqsədlərlə itirildiyi və unudulması şübhə doğurmamalıdır, mənə elə gəlir. Kerebiç mi bu? Sert bir hamur mu? Kireç taşı mı bu ne? Bayağı sert. Kırmalı bir şey bu. Sabun kokuyor kız. Ne kokuyor? Peynir arkadaşlar. Ama kurutulmuş bir peynir. Kuru yufka. Kuru yufka ne ya? Evet. Yufka. Ne yapacağım burada çıt çıt kırıp yulaf mı yiyeceğim? Evet. Ah. Ha. Çiğ bu. Yufka